Bilmem, gələk Donald Trump'ın davranışlarına, danışıqlarına, ümumiyyətlə ritorikasında son zamanlar siz də yəqin müşahidə etmişsiniz, nisbətən yumşalmalar var. Yox, mən onu elə qiymətləndirmirəm. Donald Trump'da heç bir yumşalma, dəyişmə yoxdur. O ilk gündən nə deyibsə, elə onu da davam elədi. Sadəcə ifadə tərzi dəyişə bilər. Mən ilk şərhlərimdə də bunu demişəm. Yəni Trump bu vasitəçilik eləməyə başlayanda, and içib vəzifəsini başlayıb dərhal da bu işə girişdi. O vaxt da deyirdim, bu adam təbiidir ki, siyasətçidir, dövlət başçısıdır, üstəlik də təcrübəli bir adamdır. Yəni bir dəfə də prezident olub 4 il müddətində. Yəni o təbii. Bunlara sözümüz yox, yəni müzakirəyə də açmırıq. Sadəcə bunun əlavə olaraq tutaq ki, özündən qabaqçılardan müqayisədə Biden'la, Obama-la, nə bilim, hətta indi Ronald Reagan'ın adı tez-tez yadımıza düşür, SSR-nin dağılması məsələlərinə görə. Yəni Donald Trump həm də bir biznesmen ağlı ilə yanaşır da məsələlərə. Yəni adam o şəraiti yaradıb ki, iki münaqişə tərəfi var, iki müharibə tərəfi var. İkisi də çox zəngindir. Bunlardan nəsə qoparmaq olar. İndi o ona görə bunların arasında belə bir oyun qurub, əvvəl görürsünüz Ukraynanı saymadı, getdi Rusiyanın üstünə, bir görüşdülər, danışdılar filan. Bu tərəfdə Ukrayna özündən çıxdı, əsəbləşdi ki, biz olmadan bizim taleyimizi necə həll edə bilərsiniz? Onu da dedi ki, Rusiyanı qoydu qırağa, sən gəl Vaşinqtona. İndi Rusiya tərəfini əsəbləşdirir. Vaşinqtona getdi mi Zelenski? Orada gəldi, çox ustalıqla bir söhbəti elə yerə gətirib çıxardılar ki, Zelenski əsəbləşdi, onları əsəbləşdirdi və s. bir münaqişə situasiyası yarandı və Rusiya başladı sevinməyə. Ki, aha, bu bizdən yana olacaq. Və birdən-birə val dəyişdi. Ukrayna ilə görüşdülər və danışdılar, anlaşdılar. Bu nə deməkdir? Bu o deməkdir ki, bu zənginliklər var, orada da var, burada da var. Bunların hansından daha çox pay qopara bilərəm. Bunu nə üçün edə bilərəm? Əlbəttə ki, özümüzü varlandırmaq üçün, yəni Amerika Birləşmiş Ştatlarını. İndi oyun gedir. Bu oyunda da ağlı olan, əlbəttə ki, onsuz da bu tərəflərdən biri, yaxud da hər ikisi nəyisə güzəştə getməli olacaq. Sadəcə o müharibə cəbhəsində deyil, ölkə içində də, zənginliklər baxımından da, ərazi baxımından da. Yəni Trump burada öz oyunun qurub, biznesmendir, biznesmen ağlı ilə və mən düşünürəm ki, UDAN, bu Ukrayna-Rusiya müharibəsində bir nömrəli şəxs Amerika Birləşmiş Ştatları və onun prezidenti olacaq.